Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 106. ayet. مَا نَنْسَخْ مِنْ آيَةٍ اَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا اَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّٰهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. Biz herhangi bir ayeni nesk eləsək də veya onu unuttursak da ondan daha yaxşısını yaxud ona bənzərini gətiririk və məgər sən bilmirsənmi ki, Allah hər bir şeyə qadirdir. مَا نُبَدِّلُ مِنْ آيَةٍ أَوْ نُزِلْهَا مِنَ الْقُلُوبِ وَالْأَذْهَانِ نَأْتِ بِأَنْفَعٍ لَكُمْ مِنْهَا. Biz hansı ayəni dəyişsək də və yaxud da ayəni qəlblərdən, zihinlərdən çıxartsaq da sizin üçün ondan daha faydalı, daha mənfəətlisini gətiririk. اَوْ نَأْتِ بِمِثْلِهَا فِي التَّكْلِيفِ وَالثَّوَابِ. Və yaxud da mükəlləflikdə və savab mükafatda onun mislində olanı gətiririk. وَلِكُلِّنْ حِكْمَةٌ və hər birisinin də hikməti vardır. أَلَمْ تَعْلَمْ أَيُّهَا النَّبِيُّ أَنْتَ وَأُمَّتُكَ أَنَّ اللّٰهَ قَادِرٌ لَا يُعْجِزُهُ شَيْءٌ. Ey Peyğəmbər, ey Allahın elçisi, məgər bilmirsənmi sən də və ümmətin də ki, Allah Teala hər bir şeyə qadirdir və onu heç nə aciz qoya bilməz. Və bu ayənin nazil olma səbəbi buydu ki, Yahudilər nəsxi, yəni ayənin nəsx olunmasını inkar edirlər. Halbuki bu onların kitabında, Tövratda zikr olunmuşdur. Onların da bunu inkar eləmələri xalis küfür və nəfsi istəklərinə tabiçilik idi. Və Allah Teala xəbər verir ki, Allahın hikmətindəndir nəsx eləmək. Və nəsx də yəni hökmün qaldırılmasıdır. Başqa bir, yəni sonradan gələn şəriətdə olan bir dəlillə. Ya yəni o ayələrin, xəttin, yazının isbatı ilə olur, hökmün qaldırılmasıyla, ayə qalır, oxunularaq, yəni yazı olaraq qalır, lakin hökm qaldırılır. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləmlə gizli söhbət, yəni gizli danışıq etməmişdən əvvəl sədəqə verməyin vacib olması. Ayə kimi oxunulur, qalır, lakin hökm götürülmüşdür. Və yaxud da hökmün isbatı var, lakin ayə yoxdur. Hökm var, ayə, oxunulan ayə yoxdur. Misal üçün, İbn Məcədə gələn hədisdə keçir ki, əvvəl ayə olub, oxunulan, sonra oxunulması, ayə özü qaldırıb, lakin hökmü qalmışdır. O da Əş-şeyxu və şeyxatu idə zənəyə fərcumuhum əlbəttətə. Evli kişi və evli qadın zina etsələr, onları daşqalaq edin. Və nəsx olunmaq da hansı bir ayənin silinməsi, hökmünün qaldırılması əmir və qadağanlarda olur. Çəkindirmək, qadağan etmək və yaxud da icazəli etmək məsələlərində olur. Amma tövhid ayələri, Allah barəsində, Allahın ad və sifətləri haqqında xəbər verən ayələr bunlardan nəsx mənsux olmur. Və Yahudilər də Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni istehza edirdilər və qınıyırdılar və deyirdilər ki, yəni Muhammed sallallahu aleyhi və səlləm sahabələrinə istədiyini halal edir, istədiyini haram edir.
O zaman ki qiblə dəyişdirildi, Beytül-Məqdisdən Kəbəyə tərəf qiblə çevriləndə Yahudilər dedilər ki, Muhammed sallallahu aleyhi və səlləm səhabələrinə istədiyini halal və istədiyini haram edir və bu ayələr nazil oldu. 107-ci ayə Ələm tə'ləm ənəllaha ləhu mulkus səməvati vəl-ard. Məgər bilmirsənmi, Allaha məxsusdur göylərin və yerin mülkü, səltənəti yalnız Allaha məxsusdur. Və mə ləkum min dunillahi min vəliyyin və lə nasir. Və sizin Allahdan başqa nə bir dostunuz, himayədarınız, nə də köməkçi, yardımcınız yoxdur. Əmə alimtə eyyuhən nəbiyyü əntə və ümmətükə ənəllaha teala huvəl məlikul mutasarrifu fissəməvat vəl-ard. Ey Allahın elçisi, məgər sən və sənin ümmətin bilmirsinizmi ki, həqiqətən Allah Teala'dır, göylərin və yerin səltənətini idarə edən, sahibi, ağası. Yəf'alu mə yeşə və yəhkum mə yurid. Allah istədiyini edir və istədiyi hökmü verir. Və yəmuru ibadəhu və yənhəhum keyfə məşə. Və Allah da qullarına istədiyi kimi əmr edir və qadağan edir. Və aleyhimutta'atu vəl qabul. Və qulların da üzərinə düşən itaət və qəbul etməkdir. وَلْيَعْلَمْ مَنْ عَصَى أَنْ لَيْسَ لِأَحَدٍ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا يَتَوَلَّهُمْ. Ve kim de Allah'a asi olarsa, Allah'a asi olar, günah ederse o bilsin ki Allah'tan başka onun ne bir dostu ne de ki ona Allah'ın əzabına karşı kömək, yardım eden bir köməkçisi, yardımcısı olan değildir. Ve Allah Teala bu ayədə xəbər verir, kim ayələrin nəsx olunmasına ləkəliyərsə, dil uzadarsa, Allahın qüdrətinə, Allahın mülkünə dil uzatmışdır. Və bu ayədə Allah Teala bildirir ki, əgər Allah Teala sizin sahibiniz, ağanızdırsa əgər, sizi istədiyi kimi idarə edirsə, rəhimli, mərhəmətli, sahib olan Allah Teala sizi istədiyi kimi idarə edirsə, necə ki Allahın təqdirini, qulları barəsində Allahın təqdir etdiyi şeyin qarşısını alan olmaz və həmçində heç kəs Allah Teala'nın şəriətinə, əhkamlarına etiraz edə bilməz, qarşı çıxa bilməz. Yəni qul nə qədər ağıl səviyyəsi, düşüncəsi, bacarığı yüksək olsa da idarə olunandır. Əmir və qadağanlar altındadır. Allahın əmrləri və qadağanları ilə yaşayır. Həm dini, həm də qədəri. Əgər belə desə, qula yaraşmaz ki, Rəbbinə hər hansı bir etiraz eləsin. Və həmçin bu ayə bildirir ki, insanların himayədarı, köməkçisi, yardımcısı, onlara mənfəət, faydanın hasil olmasına yardım edən Allah Teala'dır. Və onlardan zərərləri dəf edən yalnız Allah'tır. 108-ci ayə Əm turidunə ən təsəlu rasuləkum kəmə suilə Musə min qabl. Yoxsa onlar əvvəlcədən, yəni bundan əvvəl Musadan tələb olunan kimi, yəni siz də sizin peyğəmbəriniz, sizin elçi, yəni Muhammed sallallahu aleyhi və səlləmdən də tələb etmək istəyirsiniz. Necə ki Musa aleyhissalamdan tələb olunmuşdu. وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ. Və kim də imanı küfürlə dəyişərsə, doğru yoldan azmışdır. Bəl əturidun əyyuhən nəsu ən tatlubu min rasulikum Muhammedin sallallahu aleyhi və səlləm əşyəə bi qastil inədi vəl mükəbra. Ey insanlar, siz öz elçinizdən, sizə göndərilən elçidən Muhammed sallallahu aleyhi və səlləmdən elə əşyalar tələb etmək istəyirsiniz ki, təkəbbürlüklə, inatkarlıqla, necə ki Musa peyğəmbərdən tələb olunmuşdu. Və bilin ki,
enne men yahtarul kufra ve yetrukul iman, kim küfrü seçer ve imanı terk ederse Allah'ın doğru yolundan, sırat-ı müstakimden çıkmış olar cahilliğe, zelalete tərəf. Və Allah da bu ayədə möminlərə qadağan edir. Və yaxud da Yahudlərə qadağan edir ki, Allahın elçisindən istəsinlər, tələb etsinlər, necə ki Musa Peyğəmbərdən tələb olunmuşdu. Hansı ki Musa Aleyhisselamdan etiraz edərək, inatkarlıqla, təkəbbürlüklə tələb edirdilər. Çox şeylər tələb edirdilər Musa Aleyhisselamdan və Allah da möminlərə bunu qadağan etdi. Və qadağan olunan suallar, hansı ki qınanılan, qadağan olunan suallar bəzən insanı küfrə apardığı üçün və Allah da bu ayədə bildirir ki, hər kim imanı küfürlə əvəz edərsə bilsin ki, doğru yoldan azmış olar. 109-cu ayə وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا hasədən min ində ənfusihim. Kitab əhlindən olan çoxuları doğru yol, haqq, həqiqət özlərinə bildiriləndən, bəlli olandan sonra onların içindəki həsədlərinə görə, həsəd üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Hasədən min ində ənfusihim min ba'di mə təbəyyən ləhul haqq. Onlara haqq bəyan olandan sonra fa'fu vasfahu, əff edin və onlardan keçin, hattə yətiyəllah bi əmri, nəhayət Allah təala öz əmrini gətirənə qədər, əmrini verənə qədər. İnnallah alə kulli şeyin qadir, həqiqətən Allah hər bir şeyə qadirdir. Və Allah təala bu ayədə xəbər verir. Kitab əhlinin həsədi və onların arzusu. Əvvəlki ayədə inatkarlıqla Allahın elçisi sallallahu aleyhi ve sellemdən hər hansı bir şey istəməyi qadağan edir. Və hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müsəlmanların içərisində günahı ən əzəmətli, ən böyük olan o şəxsdir ki, hər hansı bir şey haqqında soruşur, haram olunmayan bir şeydir və onun soruşması səbəbilə o haram edilir. Və bu ayədə Allah da xəbər verir. Bildirir ki, kitab əhlinin çoxusu təmənna edər, arzulayar ki, siz imanınızdan sonra sizi küfrə qaytarsınlar. Necə ki, siz bundan əvvəl bütlərə ibadət edirdiniz. Və bu da onların qəlblərində dolu olan kin, küdurət, həsədə görədir. Onlara Allahın elçisi Muhammed sallallahu aleyhi ve sellemin sadiqliyi, onun həqiqi peyğəmbər olması bəyan olandan sonra və təcəvəzu ammə kənə minhum, və onlardan olan bu pisliyi onlardan keçin, onları bağışlayın. Vasfahu an cəhlim, onların cahilliklərindən keçin. Hattə yətiyəllahu bi hukmihi fihim biqitalim, ta ki Allah Teala onlar barəsində hökm verənə qədər onlarla vuruşmaq hökmü. Və onlarla vuruşmaq hökmü də artıq Allah Teala vermiş və bu da baş vermişdir. Və seyuaqibuhum lisu'i af'alihim, Allah Teala onların pis əməllərinə görə onları cəzalandıracaqdır. Həqiqətən Allah hər bir şeyə qadirdir, onu heç nə aciz qoya bilməz. 110-cu ayə və yaqimus salate və atuz zəkə, namazı iqamə edin, yəni namazı doğru düzgün vaxtında qılın və zəkatı verin. وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ, və siz özünüz üçün, öz nəfsiniz üçün hansı xeyir təqdim etsəniz, تَجِدُوهُ عِنْدَ اللّٰهِ, Allah yanında onu tapacaqsınız. İnna Allah bimə tə'melun basir, həqiqətən Allah sizin etdiklərinizi görür. وَاشْتَغِلُوا أَيُّهَا الْمُؤْمِنُونَ بِأَدَاءِ الصَّلَاةِ عَلَى وَجْهِهَا الصَّحِيحِ, və ey müminlər, siz namazı doğru düzgün əda etməklə məşğul olun və fərz zəkatı verməklə məşğul olun. Və aləmu ənə kullə xeyrin tuqaddimunəhu li ənfusikum, və bilin ki, siz özünüz üçün
hansı nə xeyri təqdim etsəniz də, onun savab mükafatını ahirətdə Allah yanında tapacaqsınız. İnnehu Teala basirun bi kulli amalikum. Həqiqətən Allah sizin bütün əməllərinizi görür və bu əməllərinizə görə sizə mükafat verəcəkdir. Və Allah Teala bu ayədə möminlərə əmr edir ki, hal-hazırki vaxtda nə ilə məşğul olmalıdırlar? Möminlər vaxtın işini, əməlini görməlidirlər. Hansı vaxtda nə tələb olunursa onu yerinə yetirməlidirlər. Və Allah da əmr edir ki, namazı iqamə edin və zəkatı verin. Və bu ayədə bildirir ki, nə qədər xeyir əməl etsən, istər balaca, istər böyük, nə xeyir iş görsən, Allah yanında mükafat, savab tapacaqsınız. Yəni, etdiyin əməllər Allah yanında yoxa çıxmır. Əməllərin zay olmur. Allah yanında onu tapacaqsan.